Har Rəsulov? Rəsulov burada. Pulun var. Neyinirsən? Orada bax heykelin dalında iyi dur, buna oxşar bir şeydir. Bir abası ver, nə qədər etsən bax. Gündüzün günotu çağına görə bilərsin abi. Gündüz ulduzlar görükmü? Hay, ulduzlar neysən? Narinəzdən baxa bilərsən. Hər şey apaydın görünür. Əlbuzla son çatar. Bir gün qoca üzünü yana çöyrən kimi, baxdım arvətlər çimə yerə. Ləzzət boydan. Getdik. Həmi Zenitqadır bunlar. Uşaqlar, gedin buradan. Əlbəttə Zenitqadır. Bir də var Zenit pülemotu. Qoşəlləsi var belə. Özü də bir yerdə fıranır. Bax belə. Ada, izal olun buradan. İzal olun buradan, köpək uşaqlar. Benzini burada düzəldirlər. Sən hardan bilirsən? Rasulovun atası burada işləyir. Ən becid qırıcılar bu benzinlə işləyir. Ancaq bununla ayrısı yaramaz. Uşaqlar, bəlkə o benzines bu quruqda düzəldirlər. O birisində düzəldilər, hə? Ya bəlkə o birisində. Hansında düzəltdiklərini bilmirəm. Onu bilirəm ki, Rasulovun atasına buna görə Lenin ordeni veriblər. Yetişdik. Saat 12'dir. Səhər yeməyin bizsiz bal edəcəklər. Bura gəlin. Çox yorulmuşsunuz? Yox, mən. Onda tez cümü yemək payınızı alın, sonra gedək sizi bir yerə aparacağım. Heç sənə satma. Həmən qeyd. Dirə düşə aşağı da. Yox, dayda, yüz vurma. Almadı ki. Sərf eləmir. Sabunun var. Sabun tapsa mənim üçün də alarsan. Hər sabuna 2 banka şirin süd verirəm. Alman işğalçılarına ölüm. Görmə. Qızlar, faşist təyyarəsi gör necə vurublar. Messerschmitt'dir bu. Messerschmitt yox, Junker. Nəyə görə deyirsən ki, Messerschmitt deyil? Bizə hərbi dəstə təyyarələrə, tanklara, bir də gəmilərə aid nə varsa hamısını başa salırlar. Messerschmitt qırıcıdır, Junkers bombardımançı. Xəşlə derim ki, faşist nişanları əcəb olub. Görürsünüz? Bugünü yadınıza saxlayın uşaqlar. Düşmən cəzasına çatdı. O indi sizin ayaqlarınızın altındadır. Pulun var sənin? Sənin yox, sizin. Nə olar, sizin olsun. Pulun var sizin. Elə bu? Ərimin yarım aylıq maaşım. Nə danışsa? Ay sənin ərimə qurban olum, tut bunu. Bilirsiniz nə var? Gedək ilan balığı alaq. Deyirlər pis deyil, dadlıdır, öz də ucuz. İlan balığı, təzə balıq, təzə. Neçəyədir? Biri 30 manata. Pulunu ver qızım. Verirəm ay bacım. Bəs siz niyə almırsınız? Qorxuram olar. Verin görüm. Alın, pulu görüm. Dayan ay bacı, tələsmə, çaşdırırsan məni. Hərəsindən 2 dənə vermərəm. Yaxşı tutma. Nəzəri, eşli. Satmırıq, öz bacım, ya qardaş, çək. Mənə bax, Əkin, qoşun biriyib aləmi. Deyəsən ablamıdır, ay bacı. Vətəndaş, sənədini.
Qonşu, gəl bir yerdə yedik. Bəlkə bir səhərlə bıraxdılar bizi. Birtəhər niyə? Heç kəsin ixtiyarı yoxdur bizi saxlasın. Zamanə pisdir, yetənə yetirlər, yetməyənə daş atırlar. İcazə ver girim qoluğa, elə bir üstünə ərarvadır, bıraxsınlar bizi. Ərarvadır da, bazara çıxmışıq özümüz üçün. Yəni mənim ixtiyarım yoxdur arvadımla bazara çıxın. Niyə yoxdur? Vay sən biri saldınız yerə. Gəl bu yana, cəhənnəmə şey. Ayollar, Hə, oyun işqa sizindir. xeyr, birinci dəfədir görürəm onu. Yox, sizindir. Allah haqqı mənimki deyil, mən heç onu tanımıram. Mənimki olsaydı gələrdi yanıma da. Hə, indüskə də toğuca kimi bir şeydir. Sahibin görən kimi gəlir yanına. Bu iş mənim yüzümə də baxmaq istəmir. Ayoldaş, sənədlərini göstər. Kimi? Sənədlərini. Hə. Bax, bu mənim azad olmağım haqqında kağız. Bu arayış. Bu da mənim qrijam. Qripki. Yəni ayaqda göbələk. Bu da ki, sidik kisəmdə daş var. Hamı yazılıb. Sağ ol. Yəni mənim ayda bir dəfə arvadımla bazara çıxmağa ixtiyarım yoxdur. Keç ağız. Əbülfəzə niyə salam vermirsən? Ona görə ki, alıverçidir. Deməli bizim cəmiyyətin düşmənidir. Lap nə olur olsun, ailəsini ki saxlayır, uşaqları ki acından ölmüş, dayı bəziləri kimi yox. Mən ona nə salam verəcəyəm, nə də salamını alacağım. Mən olmasaydım, səni çoxdan davaya aparmışdılar. İndi üstündən elədən beləyə, bələdən də hələyə tanklar gedir. Bir o günü görsəydim, heç ölməzdim. Stola ne? Bu deyil zəmbilin içində. Belə getsə bu evdə heç nə qalmayacaq. Boş dəmdi var, bir də biz. Qalan nə varsa çıxaracağım bazara. Eşidirsən? Heç vecinə də almış. Demişdim axı 9-dan 10-cu siniflərin dəftərlərini ayrı qoy. Yenə aləmi qarışdırmışsın. Ha, bu uşaq azıb hamam əvəzinə məktəbə gəlir. Lipsik cəhənnəmə, heç olmasa şalvarını geyək. İşlərini niyə qarırsan? Bəlkə giyməyə bir şey yoxdur. Ona görə gərək məktəbə gəlməsin, işin olmasın. Ha, bura bax, sən çox atdan düşmə, başa düşdüyün atdan düşmə. Makedonla cırlıq etsən başımıza çıxmayacaqsan ki. Makedonsuz da cavabı verə bilərəm. Gedək.